Yuxu şərhləri bizə gələcək haqqında danışan bir görüntü kimi ola bilər. Bəzən bilinçaltının ifadəsi telepatik ünsiyyətin nəticəsi ola bilər. Sirri hələ də tam həll olunmamış yuxu yozumlarından sonra hadisələrin reallaşması insanları təəccübləndirir. Yuxu şərhlərinin birdən çox təfsiri ola bilər. Yuxuda qan görməyə gəldikdə bir çox şərhlər edilə bilər. İnsanların mənfi günlər keçirmə ehtimalı və ətraflarında düşmən olma ehtimalı kimi şərhlər var. Qan tez-tez çətinliklər, düşmənçilik narahat günlər kimi şərh olunur. Qan görən şəxsin başqası tərəfindən ofsunlanmış ola biləcəyi də vurğulanır. Bu insanlar üçün stimuldur. Yuxu yozumları mənfi olsa belə insanlara diqqət yetirməli olduqlarına işarə edir. Yuxuda qan görmək həmişə tamamilə mənfi demək deyil. Qan görmək həm də şöhrət, məşhur olmaq, pul qazanmaq kimi yozulur. Yuxuda qan görmənin növlərinə görə yozumlar müxtəlifdir. Yuxuda qan görmək var-dövləti olan insanların mallarını itirməsinə, olmayanların isə qazanacağına yozulur. Başqa sözlə mövcudluğun əks dövrü kimi yozulur. Həm də insanlar üçün stimullaşdırıcı ola bilər. Yuxu görən insanın başqaları tərəfindən zərər çəkə biləcəyinə və pislərdən ehtiyatlanmasına işarədir. Yuxuda qan görmək həm də insanın malını harama uzatmış ola biləcəyinə dəlalət edir. Qan görmənin yozumları mənfi olsa da, bunun insanlara xəbərdarlıq olması vacibdir. Yuxuda qan görməyin yozumları da yola görə dəyişir. Bir insan öz qanını görürsə, bu xəstəlik və ya yoxluq mənasını verə bilər. İnsan sağlamlığına diqqətli olmalıdır. Əgər onun problemi varsa, ona diqqət yetirmək düzgün olardı. Az-çox qan görməyin fəzilətlərinə toxunduq. Yuxuda qan görməyin təbiətinə gəlsək, bunu belə dəyərləndirə bilərik. Yuxuda qanın özünə aid olduğunu görmək maraq, borc və ya narahatlığa işarədir. Xəyalpərəstin son dərəcə xəstə ola biləcəyi və sağlamlığına diqqət yetirməli olduğu göstərilir. Yuxuda başqasının qanını görmək, birinin başqasını incitməsi deməkdir. Xəyalpərəstin ətrafında biri ola bilər və ya o kiməsə diqqət yetirməlidir. Qanın rənginin fərqli olması insanın müsbət bir iş görəcəyini göstərir. Yuxuda qan qusturan insan bir sirrin üzə çıxacağına yoza bilər. Yuxuda burun qanaması görmək ən gözəl yuxulardan biridir. Yuxuda qanlı su görmək iş həyatınızda böyük və xeyirli xeyirlər gətirəcək, evinizdə və iş yerinizdə bolluk və bərəkət hökm sürəcək, böyük hüzur və xoşbəxtlik dövrü gələcək, bilik və mədəniyyətiniz sayəsində hər kəs tərəfindən hörmətlə qarşılanacaqsınız. Bütün istəklərinizin gerçəkləşəcəyinə, həyatınızda hər zaman işlərin rəvan gedəcəyinə, çətinliklərinizin keçəcəyinə, onun sizə olan sevgisini və hörmətini saxlayacağınıza işarə edir. Yuxuda qan vermək dövlət qulluğuna yozulur. Yuxuda bədəninizdən qan alındığını görmək sizə bir işin əmanət ediləcəyinə, sənəd veriləcəyinə və ya evlənəcəyinizə işarədir. Bədənindən neşterlə qan çəkildiyini görən qadınla evlənir. Evləndiyi qadın ondan külli miqdarda mal tələb edir. Skalpel vurulmasa, qadın heç bir fayda vermədən onunla evlənir. Əgər qan verən qoca kişidirsə, ona bu yuxunu görənin babası deyirlər. Əgər onu tanıyırsa, bu adam onun dostudur. Yuxuda qan verdiyini görən insan pisliklərdən qurtulacaq, rahatlıq tapacaq. Özünə bir sirr atır. Bu adam orta təbəqədəndirsə varlanır, kasıbdırsa qarşısında başqa qapılar açılır.